Demək uşaqlar, bu günləri sizlə error handling mövzusunu keçəcəyik. Xətalar, try exception, raising an exception, exception and handling. Nə bilim, beləsinə hər cür adları var bunların. Məsələ nədir? Proqramda baş verə biləcək xətaları öncədən tapmaq, onların qarşısını əngəlləmək üçün sizə göstərişlər verilməsi. Yəni istifadəçi xəta edə bilər, proqram özü də xəta edə bilər. Bu xətaların qarşısını almaq üçün bu mövzunu bilmək lazımdır. Çünki xətaları bilmədən kod yazmaq biraz çətin məsələdir. Yəni siz istənilən halda xətasız bir kod yazmayacaqsınız. Yəni ən xırda bir nüansda belə bir xəta buraxılacaq. Burada da bir çox xəta növləri var ki, məsələn bizim indiyə kimi qarşımıza çıxanlardan name error var, nə bilim value error var, type error var, syntax error var. Bu xətaların mənasını biləndə onları düzəltmək də asanlaşır və kod yazma bacarığınız daha yaxşılaşır. Ona görə xətaların mənasını bilmək vacibdir. Yəni səhvlərinizi düzəltmək üçün. Yoxsa kodlarda daha çox xəta buraxsaz, daha çox səhv eləyəcəksiniz və düzəldəndə də çətinlik çəkəcəksiniz. Yəni belə uzayacaq bu iş. Amma ən azından xətanı bilmək sizin səhvinizi tapmağa daha tez kömək edir. Məsələn, index error deyə bir xəta ilə qarşılaşmısan və sən də 100-200 sətirlik bir kod yazmısan. Başa düşürsən ki, index error mən harda list siyahı yazmışamsa orada baş verə bilər. Və yaxud hardasa nə bilim indeksə müraciət etmişəmsə, hardasa bir setdir, nə bilim stringdir. Set yox, stringdir, nə bilim tuple'dır falan da onların indekslərinə baxmaq istəmişəmsə, sən onlar elə bir yerdə qarşılaşa bilərsən bununla. Name error məsələn indiyə kimi çox görmüşük. Yəni təyin olunmayan dəyişənlərdə baş verir. Yəni adına belə deyək də uyğun olan bir dəyişən tapa bilməyəndə, parametr atribut tapa bilməyəndə baş verir. Atribut error məsələn səhv metod istifadə edəndə baş verir. Məsələn stringdə capitalize var, götürüb listdə capitalize istifadə etmək istəsən, atribut error falan baş verəcək. Yəni bu tip xətalar var ki, məsələn bunları mənasını bilmək ona görə vacibdir. Məsələn Pythonda bir də built-in yəni xətalar gələnlər var. Məsələn Pythonda ümumi xətalara baxmaq üçün built-in exception yazıb məsələn buradan baxa bilərsiniz. Burada exceptionlar məsələn bu except, finality, raised bunlardan istifadə edəcəyik biz. Some exception heç mən görə bilmirəm. Assertion error, attribute error, import error. Burada daha çoxdur. Yəni key error var məsələn istifadə. Bu dictionarylərdə istifadə olunur. Index error dediyim model not found olmayan bir modulu çağıranda, memory error nə deyirlər ona? Mürəkkəb yaddaş mürəkkəbliyi, hə. Orada məsələn baş verir. Name error dediyimdir. No implement error. Bu tam olaraq bilmirəm harda. Hər runtime bu da zaman mürəkkəbliyində. Yaddaş mürəkkəbliyində, bu da zaman mürəkkəbliyində çıxan görə. Nəsə beləsinə burada errorlara baxmaq olur. Biz amma əsas bizə lazım olanları keçəcəyik. Digərlərində araşdırıb onsuz öyrənə bilərik. Yəni ən çox bizim qabağımıza nə çıxır? Birinci olaraq öyrənək. Error handling mövzusu haqqında kiminsə məlumatı var? İndiyə kimi. Yəni bir neçə errordan məlumatım var da, qalanlar bilmirəm. Başa düşdüm. Yəni bu səhvlər proqramın çökməsinə səbəb ola bilər. Bu səhv işləməsinə səbəb ola bilər. Məntiqi səhvlər də ola bilər ki, məsələn, onların qarşısını necə alacaqsan öz xətanı yaratmaqla. Deyəcəksən ki, məsələn, mən bura deyirəm ki, ədəd daxil elə, məsələn 18-25 arasında. Sən gəlib 26 daxil eləyəndə normalda bir xəta verməyəcək, əgər ki bunu indekslə eləmirsənsə, indeks aralığı ilə eləmirsənsə. Və xəta eləmirsən, sadəcə sən istəyivə çata bilmirsən deyə. Bilmirsən onun qarşısını necə alasan. Bax orada öz xətanı yaradırsan. Ki məsələn istifadəçi gəlib sənin qoyduğun şərtdən, limitdən, çərçivədən kənara çıxsa,
və bu proqrama uyğun belə olsa, sadəcə məntiqi xəta yaransa, onun qarşısını alcıla. Onu da öz əli ilə yaradacaqsan xətanı. Məsələn, onu da raise ilə eləyəcəyik, öyrənəcəyik sizdən. Məsələn, error handling strukturuna birinci baxaq. Try-dır. Buranı pass eləyək. Accept, pass eləyək. Else, yenə pass eləyək. Finalı və yenə də pass eləyək. Passiyanı yəni boş qoyuram da, burada hər hansısa bir kod ola bilər. O deməkdir. Error handlingin əsas terminləri try, accept, else, finalı. Else-ni bilirik. Try, accept, finalıdır. Burada bizə yad olan. Bir də raise var. Onu burada istifadə eləmirik. Başqa cür istifadə edəcəyik. Try-ın yerində, try-ın gövdəsində yəqin ki, bu ümumiyyətlə try, accept, finalı bəlkə daha asansı qabağımıza çıxa bilər. Bilmirəm, qarşılaşmısınız yoxsa yox. Try-ın yerində səhv ola biləcək kod yazacaqsınız. Yəni xəta daşıya biləcək bir kod. Yəni 100 sətirlik bir kod varsa 100 sətri də atacaqsın try-ın içinə. Yəni fərqi yoxdur. Yəni try nəyinsə içində olmur normalda. Yəni try-ın daxilində nəyisə yoxlayırlar. Düzdür, o try-ı heç sən istədiyin yerə qoya bilirsən ki, sırf məsələn bir sətri yoxlamaq istəyirsən və o bir sətr nə bilim klassın içindəki funksiyanı, funksiyanın içindəki dövrün içində şərtini, yəni belə daxil gedə bilər. Amma yəni nəyi yoxlamaq istəyirsənsə, try sən aparıb ora qoyacaqsan. Burada məsələn bizim xəta ola biləcək kodumuz yerləşəcək. Except əgər kodda səhv olarsa, yəni bu try-dakı hissədə bir səhv olarsa, bir xəta yaranarsa, except hissəsi çalışacaq. Əgər try-da səhv olmazsa, except çalışmayacaq, else çalışacaq. Yəni kodda səhvin yoxdursa. Yəni try-da yazdığın hissədə səhv yoxdursa, else hissəsi çalışacaq. Finallı isə nəticədən asılı olmayaraq çalışacaq. İstəyir xəton səhv olsun, istəyir səhv olmasın. Doğru da olsa, səhv də olsa finallı çalışacaq. Yəni finallı sadəcə sona bir mesaj buraxmaq üçündür. Belə bir düşünün. Bu bizim strukturumuzdur. Bu yadımızda qalar yəqin ki. Hansının iş prinsipi sizə qarışıq gəldi? Yəni aydın olmayan nəsə var hələ ki? Aydın. Xeyr, var. Aydın. Tamam. Və məsələn, xətalardan yazıram. Bax, burada built-in-də gəlir. Zero division error. Adından göründüyü kimi sıfıra bölmə xətası. Value error. Sonra file, məsələn, not found error var. File exist var, o heç. Index error var. Və bunların hamısının nümunələr yazacaq. Key error, bayaq gördüyümüz. Type error var. Syntaxis error var. Və məsələn, xətalarımız bunlardır. Bunları demək exception'dır. Bunlar hamısı exception gedir. Bunlar exception gedir. Yəni xətalardır. Bunların olduğu yer except'in yanıdır. Yəni sən deyəcəksən ki, məsələn, try elə yoxla məsələn bu kodu. Onda məsələn bu xətalardan hər hansısa birini yazmısan except. Except neçə dənə except istəyirsən yaza bilirsən o heç. Məsələn bu xəta value error çıxarsa, məsələn onun else-si beləncə olsun. Value çıxarsa, məsələn onun daxilində bu yazılsın. Ora məsələn bir bildirim mesajı verəcəksən. Yaxud da başqa bir except deyirsən ki, type error çıxarsa, onun da məsələn daxilində bir dənə başqa bir bildiriş yaransın. Əgər ki, xəta olmasa, else işləyəcək onsuz da yazacaq ki, hər şey uğurla keçdi və s. Bu məsələn indiki xətalardandır. Bunların hələ ki izahını birazdan eləyəcəm. Sadəcə gözümüzün qabağında qalsın. Məsələn, bir dənə kod yazaq, yoxlayaq. Try yazıram. A int input. B int input. Yoxladıq bunu. Sonra kodumuzu yazdıq. Deyək ki, buranı yoxlasın. Bir dənə də print. Təbii ki, burada bir xəta olmayacaq. Əgər ki, sən bura string daxil eləməyəsənsə. Biz elə deyək ki, hesablamada bir xəta olsun. Print nəticə, məsələn, nəticəmiz nə olacaq? A, deyək ki, bölünsün B. Belə bir şey eləmişəm. Bir dənə except atıram ki, burada hansı xəta baş verə bilər? Məsələn, zero division error baş verə bilər. Əgər ki, mən B-yə 0 daxil eləsəm.
Print verək ki, məsələn, B-yə 0 daxil etmə. 0-a bölmək olmaz. Sən o yazmasan da Python onsuz da o xətanı sənin qarşına çıxarır. Bir də var ki, sənin öz yazdığın şəkildə qarşına çıxarsın. Yəni fərq odur. Bir də məsələn except ataq. Sonra məsələn bura value error məsələn yaza bilərik. Value error. Print eləyək. Məsələn ədədləri düzgün daxil edin də, yəni. Value error haçan yarana bilər? Əgər ki sən bura birinə string, birinə ədəd verib onları toplamağa bölməyə çalışsın. Ədədləri düzgün daxil edin. Else yazaq bir dənə. Məsələn print hər şey qaydasındadır. Bir də final yazaq. Print proqram bitdi. Mən belə bir şey. Mən proqramı çalışdırıram. Məndən ədəd istəyir. Sən yazdım 10, 11. Burada yəni bir xəta yoxdur deyə hər şey qaydasındadır və proqram bitdi mesajını görəcəyik biz. Nəticəni də verəcəyik heç. Bir də təzədən məsələn yoxlayaq. Məsələn mən bura 10, bura 0 yazıram. Deyək ki B-yə 0 daxil etmə. 0-a bölmək olmaz, proqram bitdi. Zero division errordakı mesajı mənə göstərdi. Məsələn bura 10 yazıram, bura A1 yazıram. Ədədləri düzgün daxil edin. Məsələn, baxıram ki, ədədi düzgün daxil eləməmişəm, proqram bitir bu şəkildə. Yəni, mən integerlə stringi necə toplaya bilərəm? Heç cür. Bu da belə. İndi strukturu başa düşdük. Proqramın necə işlədiyin, try except'in necə işlədiyin. Var. Kimdəsə qaralıb qalan bir şey var? Xeyr. Tamam. Gəlin, məsələn, biraz xətalardan danışaq sizlə. Hamısına nümunə də işləyəcəm. Gələk bu hissəyə, buradan kopyalayaq. Xətalardan danışaq, sonra başqa nümunələr işləyək. Zero division error. Bunlara əlavə olaraq nə qalıb? Value error. İndentasiyan error. Məsələn, indentasiyan error. Sonra name error məsələn yazmamışam deyəsən. Sonra index error yazmışam, key error yazmışam, attribute error deyəsən yazmamışam. Dəqiqə. Attribute error 2 dənə tır varmışam. Sonra nə var? Məsələn, bu errorda bayaq gördük. Input outputda da bu error. Import error var. Sonra nə var? Module not found error var. Hərfləri basıram ki, görüm yadıma gələn nə var. Sən bayaq gördüyümüzdən memory error var. Bunların hamısı məsələn istifadə olunmur. Məsələn, recursion error var. Bu funksiya sonsuz vəziyyətə düşəndə olur. Sonra hələ ki, məsələn, bunlardır indi ağlımdakılar. Hələ ki, ağlımdakılar bunlardır. Məsələn, bunlardan biraz danışaq. Zero division erroru bilirik nədir. Yəni, sıfıra bölmək xətasıdır. Kimsə nəsə söz deyəcək. Bu errorda nə əksəriyyətlə qarşılaşmışıq biz? Düzdür. Value errorla bayaq qarşılaşdıq. Yəni, tipə uyğun dəyər daxil eləməyəndə value dəyər deməkdir də, bunu bilirik. Yəni, bilirik ki, bu daxil eləyəndə məsəl problem olur. File not found error. Yəni, bu məsələn faylın yerində, yəni location'ında, onun yolunda olmayan bir fayl yazsaq və Pafkada olmayan bir fayl yazsaq, adı da elə bir adda bir fayl yazmayanda məsələn bu xətalar baş verə bilər. İndi fayllarla məsələn işləməmişik. Elə biz klassları keçəndə onları da məsələn keçəcəm. Fayllarla necə işləmək olar? With-dir, open-dir, məsələn read-dir, write-dir, məsələn metodlar falan hamısını keçəcəyik sizlə. Index error.
Index error, yəni dediyim kimi indeksdən kənar bir saydan istifadə edəndə baş verir. Məsələn, sənin siyahında 5 dənə element var, 6-cını çap eləmək istəyirsən, onda index error xəta verəcək. Sonra məsələn key error var. Key error dictionary-də olmayan bir key çağırmaq istəyəndə baş verir. Deyək ki, məsələn açarlarda var ad, soyad. Sən gəlirsən ölkəni çağırırsan, amma ölkə adında bir key yoxdur. Key error baş verir orada. Sonra type error, yəni tiplərdə baş verən bir xətadır. Uyğunsuz məsələn əməliyyat edirsən tiplə. Məsələn integerdən stringi toplamaq istəyirsən. Deyək ki, 5 plus stringdən 5 integerdir, bir də A stringi. Bunları toplamaq istəyirsən, bu type errordur ki, sən tipə xas olan xüsusiyyətləri eləmirsən. Məsələn, integerin hansı xüsusiyyətləri var? Toplama, çıxma, vurma, bölmə. Yəni bu aritmetrika operatorları integerdə keçir, amma stringdə keçmir. Stringi ancaq integerə vura bilərsən. Всё. Sintaksis error bilirik. Yəqin ki, yəni hardasa işarə səhv eləyəndə, mötərizə səhv eləyəndə, qoşa nöqtə qoymayanda, vergül qoymayanda, adı səhv yazanda bu sintaksis error baş verir. İndentasiya erroru boşluqlarda baş verir. Məsələn, mən burada bu tab boşluğunu buraxmasam, burada belə bir boşluq buraxsam, indentasiya erroru verəcək. Məsələn, boşluq oradadır. Name error təyin olunmayan bir dəyişən, bir funksiya, yəni olarsa, mövcud olmayan bir dəyişəni istifadə edərsənsə, onda baş verəcək. Not defined deyə gəlir həmişə. Attribute error. Attribute error məsələn, obyektin özünə aid olmayan funksiyası metoduna müraciət edəndə olur. Və ya dediyim kimi, məsələn, stringdə capitalize var, götürürsən list üçün capitalize istifadə eləməksə, onda təbii ki, bu errorla qarşılaşacaqsan. Bu IO error input-output errordur. Bu input bizi bildiyi daxil edəndədir, error da xaricə çıxarandadır. Yəni daxil etmə və xaric etmədə olan səhvlərdə baş verə bilər bu. Import error çağırmaq istədiyim modul. Yəni biz modulları necə çağırırıq? Import mat yazıb çağırırıq da, düzdür? Çağırmaq istədiyim modul tapılmayanda import error baş verir. Modul not found error modul ümumiyyətlə mövcud olmayanda baş verir. Bu iki xətanın bilirsiniz necədir? Bir-birindən fərqi nədir? Bu modul not found error odur ki, ümumiyyətlə belə bir modul yoxdur. Import error odur ki, elə bir modul var, sadəcə sən yükləməmisən onu interpretatora. Modullarda yükləmək üçün settings'ə girirsən məsələn. Və yaxud da terminaldan da yükləmək olar. İndi onları məsələn sizə öyrədəcəm. Burada project, Python interpretator. Gəlib burada plus'a basıb modulları yükləyirsən. Mən yüklədiyim məsələn modullar bunlardır indiyə kimi. Yəni belə Selenium məsələn, SciPy, SciPy, RSI modulu var, sonra mmap modulu. Yəni belə, burada modullar yükləmək üçün gələcəksən bura plus'a basacaqsan və burada milyonlarla modul var, istifadəçilərin yaratdıqları və şirkətlərin yaratdığı və s. Bu şəkildə. O iki xətanın bir-birindən fərqini öyrənin. Memory error proqram yaddaşı çox istifadə ediləndə baş verir. Elə çox istifadə edən error deyil. Yox, zəng gəlməyib. Hə, oldu. Recursion error funksiya sonsuz rekursiyaya düşəndə baş verir. Məsələn, rekursiyanı biz dünən keçdik sizlə. Faktorialın məsələn funksiyasını yazanda rekursiyadan istifadə etmişdik. Yəni bir-birini daim çağıran funksiyalar. Məsələn, beləsinə xətalar var. Debillə məsələn əksəriyyəti yadınızdan çıxa da bilər, amma yenə də belə nəzərinizdə saxlayın. Bunlara aid məsələn nümunələr işləyək sizlə. Hə, məsələn sintaksis errora aid bir xəta işləyək deyək. Bu name errordur. Bu name errordur. Sintaksis error görə bunu boş qoyacaqdım, belə işləyəcəkdim. Sintaksis error odur ki, line 50-də məsələn burada yerin göstərir, harda baş verib. O burada 2 dənə xəta var, amma mən birinci bizə sintaksisi göstərir. Çünki hər şeydən öncə birinci kodun düzgün yazılmalıdır.
Səhv yazılan nədir? Bura mötərizənin biri qoyulmayıb. İndi ikinci xəta nədir? İkinci xəta odur ki, sən bura salam yazmısan və bunu dırnaqda yazmamısan da. Bu şəkildə yazanda sən kompüter bunu dəyişən kimi başa düşür və fikirləşir ki, hardasa salam var və ona nəsə mənimsətmisən. Amma yoxdursa, name error baş verəcək və deyəcək bu təyin olunmayıb bu dəyişən. Bu da belə. Sintaksis xətanı yəqin ki, hamı bildi. Name erroru da başa düşdük. Sual olduqca deyin. İndi gəlin belə bir şey eləyək. Burada bir dənə boşluq qoyaq. İndentasiya xətası. İndentasiya xətası da sintaksis xətadan sonra gəlir. Yəni kod düzgün yazılmalıdır ki, yəni sintaksis xəta ilə indentasiya xətası olmamalıdır ki, sən kodunda o birisi səhvlər baş verə bilsin. Əgər o xətalar varsa, yəni o birisləri görmədən birinci onları qarşılayacaqsan. Və indentasiyaya yəni diqqət eləməmiş, sintaksizə diqqət eləməmiş, yəni onları try except ata bilmərsən. Fikirləş ki, yəni try except yazmaq istəyirsən və deyirsən ki, burada indentasiya xətası verim, o işləməyəcək kod. Yəni elə başdan deyəcək ki, indentasiya düzəlt. Sintaksis xətada həmçinin. Yəni bunlar ən önəmlilərdir. Boşluqlara diqqət eləmək lazımdır, bir də işarələrə diqqət eləmək lazımdır. Name errora məsələn baxdıq. Məsələn, type errora baxaq. Type errora baxaq. Məsələn, nümunə işləyək burada. Kimin nə sual var? Varsa deyin. Aydın olur da yəqin ki. Aydın. Aydın olan. Aha, try məsələn, burada bir dənə nümunə yazaq. Məsələn, 5 plus. Belə bir xətalı kod yazıram bura. Except-ə də atıram. Type error. Sən print eləsin nəyi? Ki, yəni kodumuzu bilirik də hesablamadır. Hesablamaq üçün düzgün tiplər daxil edin. Yəni bir kəlmə. Heç şeyə ehtiyac yoxdur. Else falan yazmıram. Bir dənə əsas bizə bu hissə lazımdır da. Hesablamaq üçün düzgün tiplər daxil edin. Demək ki, bu kodda type error var. Type error olmasaydı bu mesaj bizə gəlməzdi. Düzdür? Yəni gəlib burada düz yazsın ki, o mesajı sən görməyəcəksən. Bu belə. Bu bizim type errorumuzdur. Sonra bunu burada elə yadda saxlayaq qalsın. Sonra bir dənə də try eləyək. Məsələn, value erroru eləyək. Accept eləyək value erroru. Burada da məsələn olsun nə? Buraya bir dənə input ataq. Məsələn, input atıram mən bura. Ya da ki, elə int input atacam. Daxil etmədə də baş verir. Bu xətalar ən çox daxil etmədə baş verir. Başqa cür belə də eləyə bilərik sizlə. Məsələn, belə bir dənə nümunə yazıb, məsələn, inti gördüm, o yadıma düşdü. Mən həmişə bu nümunəni göstərirəm. ABC. Yəni deyir ki, bu string, bu integer, məsələn, qarşısına tip yazmaq bilirsiniz də nədir? Məsələn, hər bir mötərizənin qarşısına bir data tipi yazırıq, son tipini dəyişmək üçün eləyirik bunu. Necə ki, dünən map funksiyasını keçəndə listə çevirir deyə, bax elə. İndi bu ABC-ni mən məsələn istənilən, yəni məsələn str adında bir dəyişən yazdım. Str eləyim məsələn nəyi? Məsələn, burada nə yazırsamsa yazın, bunu str-ə çevirə biləcəm. Amma mən burada ABC-ni integerə çevirə bilmərəm də, düzdür? Elə bunu silək, da bunu bir yaxşı gördük, fərqli bir nümunə. Mən amma burada ABC-ni integerə çevirə bilməyəcəm. Ona görə print verim ki, ədədə çevirmək istədiyinə nəzər yetir. Yəni belə çalışdıraq. Ədədə çevirmək istədiyinə nəzər yetir. Hesablamaq üçün düzgün tiplər daxil edin bu heç. Yəni bilirik ki, burada problem burada baş verib. Yəni ABC-də baş verib. Bu belə. Yaxşı. Başqa bir şey eləyəcəkdim, amma qalsın sonra eləyərik onu. Value erroru başa düşdük də yəqin ki.
Və indeks erroruna Bəli. keçək. Onlar hamısına aid çalışdıqca nümunə göstərəcəm ki, yəni qarşılaşa biləcəyimiz xətalardır. Sən bir dənə list yaradırıq. Mən də gəlirəm deyirəm ki, print elə. Listin məsələn neçənci indeksin? 4 dənə də 0, 1, 2, 3. 4-cü indeksin list şeydir, print elə. Accept eləyək nəyi? Index error. Print də eləsin ki, məsələn, siyahıda o sırada element yoxdur. Özünüzə mesaj göndərirsiniz ki, xəta çıxsa düzəldin deyirəm ki. Siyahıda o sırada element yoxdur. Mən gəlib bura bir dənə 5 atsam, amma o xətanı görməyəcəksiniz. Printi görəcəksiniz. Bu da indeks errordur. Bu da qarşımıza çıxa biləcək xətalardandır. Key errora məsələn baxaq. Bir dənə dictionary yaradaq sizlə. Bu şəkildə yarada bilərəm də təbii ki. Print eləyək dikdə məsələn nəyi? Soyad. Mən bura gəlib ad yazsam, bilirik ki, nə şeydir, print eləyir, Turanı print eləyir. Gəlirəm soyad yazıram. Accept eləyək nəyi? Key erroru, print, lüğətdə, dictionary-yə lüğət deyirlər. Bilmirəm demişəmsə yoxsa. Lüğətdə məsələn belə bir açar yoxdur. Lüğətdə belə bir açar yoxdur. Yoxlamaq istəyirsənsə adı yaz, o xətanla qarşılaşmayacaqsan. Turan gələcəksən qarşıma. Bu da key errordur. 5-dir. Bunu buradan silək ki, xətalı qalsın hamısı. Bilək ki, neçə xəta işləmişik. 1, 2, 3, 4. 4 dənə də burada nəticə var, düz. Sonra hansı xəta var məsələn? Attribute erroru gəlin işləyək sizlə. Try. Məsələn, bir dənə ədəd adında dəyişən yaradıram. Sonra bu ədədi ədəddən istifadə eləmişik də gəlin bunun dəyişən adını. Add 1 edəyək. Add 1 nöqtə məsələn yazıram append. Sən 5. Accept eləyək. Hansı xətanı işləyəcəkdik? Attribute error. Print. Yazdığım metod istifadə etdiyin tipə aid deyil. Bir kəlmə. Yazdığım metod istifadə etdiyin tipə aid deyil. Amma görürsünüz yenə də xəta olduğunu bizə göstərmir. Demir ki, burada məsələn append yaza bilmərsən. Sintaksis xəta vermir, nə bilim, name xətası vermir. Bu metod var, amma səhv yerdə istifadə olunur. Məsələn, mən bura gəlib bura bir dənə list atsam, o xəta baş verməyəcək. Attribute error buradan yaranır. Məsələn, burada gəlib string bir metod yaza bilərəm, tapılım metodunu yaza bilərəm, onda attribute error yaranacaq ki, sən uyğun data tipinə həmin uyğun metodu istifadə eləməmsənsə, demək bu attribute error orada çıxmalıdır. Bu da belə. Sonra məsələn nə işləyək? Zero division erroru istifadə eləmədik deyəsən. Ya istifadə elədik onu. Sıfıra bölmə. File not found erroru məsələn istifadə eləyək. Hər hansısa bir, indi düzü keçməmişik onu, amma prosta göstərirəm. Məsələn, deyim ki, file txt R modunda açaq məsələn bunu. Bu bizim faylımızdır. Bunu deyir ki, read modunda, yəni oxumaq modunda bunu açmaq istəyirəm. Accept eləyirik nəyi? File not found error. İndi burada file text olsa bu xəta baş verməyəcək. O səbəb var. Print eləsin nəyi? Print eləsin ki, bu adda fayl yoxdur. Bu adda fayl yoxdur. Məsələn, bu xəta baş verir. Düzərsiz son yazaq, məsələn, burada olan bir fayl.
Bu olduğu pafkada gərək yazaq bunu. File texti var əslində. Sadəcə məsələ nədir? Konumun biz şey veririk. Bu məsələn yazmışam, amma bir dənə burada bunu qeyd edeyim. Məsələn, mən burada file texti gördüm, ona görə deyirəm. Burada yazdığım bu faylları açma metodu ki var. Bu olduğum pafka var. Bir yeni dərs qrupu. Onun daxilinə aiddir. Mən bunu bura ata bilsəydim. Mesela ata bilmirəm. Refactor eləyək. Niyə keçmir bu? O qədər heç fayl yoxdur burada. Yox, yəni bu başqa şey deyəsən atır. Nəsə, bu qalsın. Əsas odur ki, yəni xətanı yarada bildik. Biz hələ gələcəkdə keçəcəyik. Onsuz da fayllarla işi keçməmişik, amma dediyim kimi bu xətanın baş verməməsi üçün sən olduğun pafkada, məsələn bu error handling 12 var ha. Məsələn bu hansı pafkadadır? Yeni dərs qrupu fevral pafkasında. Həmin bu yazdığın fayl da həmin pafkanın içində olmalıdır ki, sən ona müraciət edə bilərsən. Və yaxud da sən bunun ünvanını tam yazmalısan. Məsələn, bura yazacaqsan C diski. Nə bilim, bu şəkildə. Niyə bu drop? Hə. Nə bilim, yazacaqsan məsələn desktop falan filan. Yəni bu ünvanını o qədər düz yazmalısan ki, gəlib onu tapa bilsin. Yəni burada fayllarla işte biz onları keçəcəyik sizlə. Sonra məsələn import erroru məsələn sizlə necə eləyə bilərik? Sonra məsələn bir dənə random bir ad qoyaq, elə bir ad qoyaq ki, heç orada import nətər deyim, erroru olmasın. Məsələn import eləyək. Özü burada elə kod yazacağam ki, iki xətanda həm import error baş versin, həm də ki module not found error baş versin. Onlar biraz yəni oxşardılar. Düz bəzi fərqlər var, bayaq dediyim kimi, amma ikisi də eyni anda baş verə bilər. Səndən belə bir random bir ad yazaq nəsə. Accept edək. Import erroru. Modul tapılmadı məsələn yazsaq. Modul tapılmadı məsələn gəlir. Modul not found yazaq bunu dedən. Modul tapılmadı gələcək. Yəni burada çünki belə bir adda bir modul yoxdur deyə onların ikisində də eyni nəticəni verəcək. Yəni bəzi fərqləri var. Sadəcə burada məsələn biz o fərqi hiss eləmədik. Məsələn harda yazıb o fərqi görə bilərik. Burada məsələ bilsiz nədir? Mən bayaq izah elədiyim kimi import errorun verdiyi xətada modul var. Yəni sadəcə sən o modulun daxilindəki funksiyaları istifadə edə bilmirsən və yaxud da o modulu ümumiyyətlə yükləməmisən kompüterə. Problem odur. Məsələn Ctrl Alt N. Mən dünən qarşılaşmışdım mən bu errorla. Hə, elə şeydə yəqin ki, o proyektdə qarşılaşmışdım. Məsələn Discord modulu məsələn. Hə, de. Hə, proyektdə ilə qarşılaşdım, sonra yüklədim. Bildim nədir, şeylədim, yüklədim, açıldı. Düzəldə bildin? Yerləşdirdim Discord-da, amma indi yaxşıdır. Yazır elə, yəni funksiyaları yazmaq olur da orada. Prosta cavab gəlmir, nəsə adi nəsə yazanda cavab gəlmir. Ola bilər indi az da olsa xırda məsələn şeylər ola bilər də. Bu biraz başlanğıc şey kimi atmışdı məsələn beta. Biraz üstündə işləmək lazımdır. ChatGPT ilə yadla da özümüzlə indi araşdıra səhvlərimizi tapaq elənsinə. Çünki orada özün gördün də biraz ingilis dilində işlənib o. Biraz ingilis dili çətinliyi ola bilər. Sən burada 100 bot adında bir modul var. Mən bunu yükləməmişəm də, düzdür? Gəl bunu elə çağırmağa çalışaq.
Bunu yükləməmişəm deyə bu sintaksis xəta verir. Sintaksis xətanı biz sizə niyə verir? Adlandırmada birinci ədəd gəlib sonra şeylə gələ bilməz. Yəni başqa bir adda bir şey tapam. Əgər onu yükləsəm o xətanı qarşıla almayacam. Elə 100 yazan kimi birinci gələcək. Rəqəm olmasın da, məsələn, hərflə bir şey olsun. ASA, nə bilim. Yəni, nəsə, elə ASA adında bir modul varmış burada. Random bir şey yazdım. Import ASA. Hə. Demək, biz nəyə şey gələcəkdik burada? Modul tapılmadı. Belə bir xəta verdi burada. Amma əslində modul tapılmadı. Modul ümumiyyətlə tapılmır. Yəni burada bir sistema nədir? Normal olaraq fərq də budur ki, import errorda modul var. Yəni amma sən modulun içindəki şeydən istifadə edə bilmirsən, nətər deyim, obyektlərdən istifadə edə bilmirsən, onları yüklənməlisən mütləq. Bəlkə də mənim yazdığım modul şeydir, dediyim kimi, sistemin modulu da ola bilər, o da bir səbəb kimi gələ bilər təbii ki. Amma onun içindəki funksiyalar, o içindəki metodlar ki var, məsələn, necə mat modulunda faktorial zad vardı, SQRT zad vardı. Yəni o tip funksiyalar işləmir. Burada import error xətarı verir. Yəni ki, sən o modul var, amma sən kompüterə yükləməmisən. Model not found error isə ümumiyyətlə modulun mövcud olmamağı ilə bağlıdır. Yəni əslində məsələ budur. Burada indi əslində belə bir vəziyyətdə qarşılaşa bilərik bu xəta ilə. Sadəcə əsl fərqi, yəni orada odur. Yəni çox da şey eləməyin, dərd eləməyin o hissə. Belə. Sonra görüm hansı xətanı biz yazmadıq. Məncə yazdıq əksəriyyətin. Bu yazdıqlarımdan kimin nə sualı var? Nəyi başa düşmədiniz? Başa düşmüşəm. Aydındır şu an. Bir dənə bu import errordur. Məsələn, bu axırıncı iki yazdığım ümumiyyətlə. Bunları məsələn zamanla keçəcəyik. Növbəti dərslərdə bunlarla da qarşılaşacağıq sizlə. Yəni bu şəkildə yadınızda saxlayın. File not found error nədir? Yəni sənin olduğun papkada belə bir adda fayl yoxdur. Ya faylın ünvanını düz yazmamısan. Import error, module not found error nədir? Yəni modul tapılmırsa bu problem baş verir. Yəni bir kəlmə o sözü də desəz, mən düz o şeydə xırdalığına qədər deyirəm ki, birdən kimsə sual verər yaxud da dirəşər sizlə. Onda siz də məsələn bu şəkildə deyin. Amma yenə də modul tapılmadı belə desəz düzgün sayılır. Çünki hazırki nümunə məsələn bu düzgünlüyü əks etdirir. Dediyim kimi, yenə də deyirəm try nədir? Try-da yuxarı qalxaq strukturumuza baxaq. Try-da xəta ehtimalı olan kodu yazacağıq. Excepdə əgər try hissəsində səhv varsa bu blok işləyəcək. Yəni except bloku işləyəcək. Finally səhv olsa da olmasa da işləyir. Else əgər except işləməsə işləyəcək. Bu da belə. Bir də var raise. Rise yəni yazılır. Rise nədir? Rise öz xətalarını yaratmaq üçün istifadə olunur. Raise. Öz xətanı klassdan da yarada bilərsən. İndi klass keçməmişik. Məsələn, sadə bir nümunə ilə yaradaq. Deyək ki, bir dənə yaş adında dəyişən yaradıram. Bayaq məsələn dediyim məsələ. Int input verirəm ki, yaş daxil et. If yaş məsələn 18-dən kiçikdirsə, bir dənə raise eləsin nəyi? Value error. İndi value error niyə deyirik bura? İndiki vəziyyətdə bu sənin yaratdığın xəta hazırki xətanı nəyəsə əlavə eləməkdir. Məsələn, normalda burada mən gəlib nətər deyim, 15 yazsam value error baş verməyəcək. 14 yazsam value error baş verməyəcək. Yəni biz bunu bilirik. Burada maksimum mən gəlib string bir dəyərlə belə giciz bir şeylər yazsam, A yazıram, asa gəlir. Hə, nəsə. Mən gəlib burada beləsinə bir şey yazsam, onda value error baş verəcək ki, sən integerə string daxil eləmisən. Amma mən burada strukturu dəyişirəm. Value erroru özümünkiləşdirirəm və deyirəm ki, əgər burada mən 18-dən kiçik bir dəyər daxil edəsəm, value error versin.
Aydındır bu hissə. Aydındır bu. Bura bir dənə mötərizə atıram. Valuer xətanın sonrasında mötərizə atmaq olur. Print kimi də yəni. Ki bu bildirişi bizim qarşımıza çıxarsın. Sən yaş 18-dən kiçik olmamalıdır. Niyə value error verdim? Çünki daxil etmədən gedir söhbət. Mən ora gəlib attribute error yazası deyirəm ki. Print. Xoş gəldiniz. Hər hansısa bir şey. Məsələn, çalışdıraq bunu. 20 daxil edirəm. Xoş gəldiniz gəlir. 15 daxil edirəm. Bax bir dənə bu hissəyə. Value error. Xəta mesajımız nədir? Yaş 18-dən kiçik olmamalıdır. Və görürsən ki, orijinal bir xətanı sən özünkiləşdirmisən. Yəni bu konkret kodun xətasıdır. Bayaqçılar elə deyildi. Bayaqçılar sadəcə sənə bildiriş verir. Print verir ki, məsələn bu xəta baş versə bu mesaj gəlsin mənə. Kod kimi çalışsın. Amma bu konkret olaraq sənə xəta göndərir. Value error açıq-açıq burada var. Və value errorun mesajına sən bax ki, yəni deyir yaş 18-dən kiçik olmamalıdır. Halbuki məsələn burada deyir ki, düzgün dəyər daxil eləyin də. Aydındır? Bəli, Bəli, müəllim, aydın. aydın. Aydındır müəllim. Mən bura məsələn gəlib type error yazsam, struktura məsələn uyğun olmayacaq bu şəkildə. Məsələn lap dədə 13 yazım bura. Yəni type error gəlir, amma type error baş vermir bax burada. Mən tipi yazmışam, yəni integer deyib integer də yazmışam. Burada bir hesablama əməliyyatı yoxdur. Nətər deyim, burada bir toplama, çıxma, vurma əməliyyatı yoxdur. Burada sadəcə daxil etmək var. Daxil etmədə də ki, yəni ancaq mən bu hissədə, bu vəziyyətdə mən burada haçan xəta yarada bilərəm. Integer deyir, string daxil eləsən də. Bu deyək, görsən. Problem, bunu bilsən nətər verdi? Invalid literal for int with base. Bu məsələn fikirləşərsiz ki, bəs bu mesaj niyə gəlmədi? O mesaj gəlməyəcək. Çünki sən bunu try-in içərisində yazmamısan axı. Ki bu kod bunu yoxlasın. Kod bunu məsələn yoxlasın ki, burada xəta baş verə bilər yoxsa yox. Orijinal olaraq burada yəni tək yarada biləcəyimiz xəta nədir? Value errordur. O da məsələn bu şəkildə yaratdıq. Özə bunun mesajına da siz baxın. Invalid literal for int. Yəni integer deyib sən bura şey yaratmısan. Nə bilim string daxil eləmsən. İndi bir də bizim özümüzün yaratdığımıza bax. Sən 13 yazırıq. Daxil etmədə bir xəta yaratdı. Və deyir ki, yaş 18-dən kiçik olmalı deyil. Həqiqətən də bu value errora məntiqli bir cavabdır. Aydındır? Yəni belə bir xəta da yaratsa, çalışın ki, nətər deyim, xətavız qoyduğunuz mesaja uyğun olsun. Ya mən bura gəlib indentasiya error yazım. Burada indentasiya erroru çıxsın və cavab da şey olsun. Yaş 18-dən kiçik olmamalıdır. Yəni düzgün deyil. İndentasiya erroru çıxsın, desin ki, burada məsələn bir boşluq az olub. Yəni bir boşluq çox olub. Bu şəkildə. Aydındır? Bəli, müəllim. Bəli. Öz xətalarımızı yaratmaq üçün, yəni xətanın adını dəyişmək istəyirsənsə, burada məsələn, nə bilim, Vaqif error zad çıxsın istəyirsənsə, onda sən ayrıca bir klass işləməlisən. Bir dənə klass yaradacaqsan, məsələn, myError. Bunu məsələn daxilində burada məsələn bunu yazdım. Bura məsələn pas keçək. Burada da bir dənə raise eləyəcəksən ki, myError. Görsən myError gəlir. Mötərizəsini açıb burada mesajı qoyursan və xəta baş verəndə də myError-u məsələn burada çağırırsan, adı çıxır və sonra da içindəki mesaj bura çıxacaq. Bu da bu şəkildə. İndi bunu məsələn indi yox, klassları keçəndən sonra ətraflı şəkildə izah edəcəm sizə. Bununla başınızı yormayın. Yəni saata baxaq 45 dəqiqə.
Salam, hər vaxtınız xeyir olsun. Bizim mövzumuzun adı error handlingdir. Düzdür? Error handling. Qarşınıza belə bir adda çıxa bilər. Exception handling də çıxa bilər. Yaza bilsəm əgər. Exception handling nədir? Yəni o da eyni şeydir. Yəni proqramda işləmə zamanı baş verəcək xətalardır. Yəni işləmə zamanı buna runtime xətaları deyirlər. Yenə də ikisində də məqsəd eynidir. Yəni məsələn sintaksis errorla indentasiya erroru var. Bunlar runtime xəta getmir. Çünki kod işləməmişdən qabaq bu xətalar baş verir. Sənə qırmızı xətti orada verir. Məsələn, necə ki burada verib o xətaları. Kod işləməmiş görsən birinci sintaksis xəta verir. Line 101-ə gəlir çıxır. Kod işləməyib axı. Amma kod işləsəydi burdan bura qədər gör nə qədər mesaj məsələ yazacaqdı sənin üçün. Bu runtime xəta deyil və yaxud da indentasiya xətası qoysaq bura. Düz bu görsən birinci indentasiya verdi, sonra sintaksisi verəcək. Yəni bu şəkil bunlar runtime xətaları deyil. Exception handling də runtime xətalara baxır. Məsələn try error, value error, nə bilim import error və s. Error handling isə yəni şeydir. Bütün xətalara məsələn araşdıran bir elmdir. Belə çox fərqi yoxdur. Yəni ikisinə də eyni şey deyib keçə də bilərsiniz. Əsas məsələ onsuz Azərbaycan dilində nə bilim tərcüməsi şey çıxır. Xəta ayıqlama çıxır, nə bilim elə bir şey. Tərcüməyə elə bir tərcüməyə gəlir. Xəta tutma deyin keçində yəni. Məsələ məqsəd budur. Exception handlingin məsələn nümunəsi. Sonra. Bu başa düşdük də yəqin ki bu adların falan da. Bəli. Bəli, var aydın. Tamam, burada da bir Aydın. problem yoxdursa, məsələn, gəlin sizə bir dəyə də mövzu adından yazaq. Bir də mövzu adı var raising an exception. Bu adla da qarşılaşa bilərsiniz. Bəs bu nədir? Raising an exception. Xəta yaratmaqdır bu cür. Bunlar xəta tutmaqdır, bu xəta yaratmaqdır. Yəni bildiyimiz raise komandasının nə işə yarayırdı? Xəta tutmağa. Öz əlində bir xəta yaradırsan. Bu da belə. Strukturu da bu şəkildədir. Raise, exception, bu da xəta mesajı. Yəni raise, burada xətanı yazacaqsan. Hansı xəta məsələn baş verəcəksə, bu da xətanın mesajını yazacaqsan. Bu sənin raise'in strukturudur. Bunları da başa düşdük. Yəni raise and exception nədir? Aydın. Raise-ə aid çoxlu nümunələr işləyəcəyik, yəni o heç. Amma sadəcə hələ bu mövzu adlardır falandır. Bunlarda da başa düşək ki, məsələ nədən gedir, məqsəd nədir. Ondan sonra dediyim kimi nümunələr işləyərik. Bir də var. PDB ilə debugging mövzusu var. Bu biraz modullara gedən bir dərsdir. Onu da məsələn növbəti dərslərdə mən sizə keçəcəm. Debugging bilirsiniz nədir? Xətanı tapmaq üçün addım-addım izləyir. Debug məsələn yəqin ki proseslərin bilmirəm qarşınıza çıxıbmı, çıxmayıb bunu bilmirəm, amma məsələn Həsən olimpiyadaya da gedib, digər uşaqlar da olimpiyadaya da getsə, onlar debugginglə işləyiblər məncə. Kodu yəni tək-tək yoxlayırsan da. Necə deyim? Sətir-sətir məsələn baxır, import alsa, burada bir xəta yoxdur, keçir bura. Məsələn, except import error, bu sətri keçir, bunu yoxlayır, sonra keçir bunu. Debug eləmək bax o prosesdir. Məsələn, burada sağ düyməni basanda gəlir. Sağ düyməm biraz zəif işləyir. Bax, buradakı bu debug odur. Error handling. Düz debugla PyCharm-da işləmək biraz çətindir. Mən açığı bunu C++-da Visual Studio Code-da işləyirdim. Bax gördün hamısını tək-tək məsələn yoxladı, connecting. Все.
Sən kodu çalışdırır sadəcə. Run-la Paştuşda eyni işi görür. Sadəcə fərqi odur ki, sətir yoxlayır. Məsələn, bu sətirdə bir xəta olsaydı, burada dayanacaqdı. Deyəcəkdi ki, bu xətanı düzəlt, ondan sonra başlayaq. Məsələn, mən istəyirəm burada bir dənə xəta buraxım. Buraxa bilmirəm. Və buraxdım. Bunu təzədən run eləyək. Və gəldi, həmin yerdə dayandı. Neçənci sətirdə? Line 59. Və burada. Dayandı və dedi ki, xətan burada baş verdi. Debug edirsən, yəni sətir yoxlayırsan proqramı. Bunu əslində fərqli versiyalar var. Slow motion falan da. Yəni tək sətir qeyd eləyir bir-bir hamısını ki, yəni burada nə baş verdi, burada nə baş verdi falan. Onları prosta biraz ayarlamaq lazımdır. Sonranın işidir. Gələn dəfə məsələn PDB ilə debugging eləyəndə onunla məsələn danışaq. PDB bir dənə moduldur. Məsələn modul vasitəsilə xətaları yoxlayırsan. Məsələ odur. İndi bu keçdiklərimizdən nə kimi suallar var? Aydınım abi. Aydın dərşən. Bəli, aydındır. Onda bir dənə maraqlı nümunə də işləyək. Elə try olsun, except olsun, finally olsun, raise olsun. Bunlara aid həmişə işlədiyimiz bir nümunə var. Bankdan pul çıxarma kimi. Bir dəqiqə. Sən def pul çıxar adında bir dənə. Yəni niyə görə bank sistemini seçdik yenə? Çünki ən çox problemlər banklarda baş verir də. Yəni balansına uyğun olmayan, real həyatla yəni götürsək bu nümunəni, balansından yuxarı bir məbləğ çıxarmaq istəyəndə bir xəta baş verəcək və yaxud da balansın olmayıb pul çıxarmaq istəyəndə bir xəta baş verəcək. Belə yəni vəziyyətdir. Yəni real həyatdan bir nümunə götürürük. Bir dənə try yazdıq. Exceptimizi yazırıq. Hamısından qabaq. Nə bilim, raise yazacaq yəqin ki, raise də yazaqlar. Ya da ki, hələ ki, finallini yazaq. Bunlar üçü də eyni indentasiyada olmalıdır. Bunlara diqqət eləyirik. İndi başlayaq. Try-ın daxilində bir dənə də if şərti atırıq. If əgər məbləğ böyükdürsə balansdan. Məsələn, ilk xətamız bu olacaq da. Bir dənə xəta versin bizə. Raise bildikdə həm də raise'in bir nümunəsi üstünlüyü odur ki, raise çap da elətdirir. Yəni raise haqqında danışdıqda bir məsələn burada hanı raise aid nümunə yazmışdıq biz. Bax burada raise, bax gördünüz print olmadan belə bu mesajı çap elətdirir bizə. Amma hansı şəkildə? Xəta şəklində. Aydındır o. Bəli. Hə. Yəni bir növ bunu şey kimi fikirləşin. Öz xəta mesajınızı yaradırsınız. Öz xəta mesajınızı yaradırsınız ki, orada sizin qarşınıza bir dənə mesaj çıxır. İndi mən yenə raise ilə eləyəcəm. Məsələn, value error eləyək. Yenə də dəyər problemi ola bilər maksimum burada. Çünki dəyərlərdən, qiymətlərdən gedir söhbət. Deyək ki, balansda kifayət qədər məsələn məbləğ yoxdur. Kifayət qədər məbləğ yoxdur. Belə bir dənə xəta yaratdıq. Sonra elif məbləğ azdırsa sıfırdan. Raise eləsin yenə value erroru. Və balansınızda pul yoxdur yazaq. Balansınızda pul yoxdur və yaxud da deyə bilərsiniz ki, məbləğ sıfırdan böyük olmalıdır. Yəni istədiyiniz tür bir mesaj yazın geçsin.
Sonra yo. Balansınızda bunu belə eləməyək. Bunu səhv yazdı. Balansınızda pul yoxdur. Çünki məbləğ bilsən nətədir? Kimsə gəlib bəlkə elə şeydir 0 manat yazacaq. Səhv əməliyyat seçib. Gəl bunu bilsiz nə edək? Eləyək ki, elə məbləğ 0-dan böyük olmalı. Mən ağlım balansa getdi. Yəni sən pul çıxarırsan da məbləğ odur. Məbləğ 0-dan böyük olmalıdır ki, sən buradan pul çıxara biləsən. Böyük olmalıdır. Hər iki halda da balansdan çıxaq nəyi? Məbləği. Sizdə bunu if-lə də yazmaq olar. Bilsiz nəyə görə? Ya hələ ki belə qalsın, əgər birdə xəta atsa, mənim ağlıma bir şey gəldi, deyib başınızı qarışdırmayım. Əgər orada problem olsa, onu if-lə yazacağam. Hələ ki bu şəkildə davam edək. Məsələn, hər dəfə də balansımızdan bu məbləğ çıxsın. Yəni, nə daxil eləmişiksə. Hər dəfə deyəndə bir dəfə də dövr işləyəcək, ona görə bir dəfə çıxacaq. Print də verək ki, məsələn, pul çıxarıldı. Bunların hamısını try-in, məsələn, blokunda yazıram. Madəm sən diqqət edin. Bura məbləğ yazın. AZN. Deyə return eləsin nəyi? Balansı. Bu bizim birinci hissəmiz. İndi except value error və burada bir dənə də məsələ var. Mən indi o sizə göstərəcəm. Except value error odur ki, value error baş verərsə. Mən sizlə as keçməmişik. Modullarda keçəcəyik as adında bir operator var. As əvəz eləmək operatorudur. Məsələn, mən bura gəlib except value error as xəta yazsam, value error əvəzinə xətanı işlədə bilərəm. Artıq xəta nəyə əvəz eləyəcək? Bu şəkildə oldu. Elə bil ki, fikirləşin ki, bu belə oldu. Bu sətirdən eynidir. Yəni, mən harada xəta yazsam, orada value error çıxacaq. İndi print eləyəcəm nəyi? Xəta baş verdi. Hansı xəta baş verdi? Bura xətanı yazıram. Yəni, value error. Bu çıxacaq. Bu harda çıxa bilər bu xətalar? Bu kodun strukturunda çıxa bilər. Sən məsələn pul daxil eləyəndə falan çıxa bilər. Bu ora aiddir. Amma bunun daxilində yazılan value error, bunlar özlərinə aiddir. Bunlar yəni buna aid deyil. Bunu yəqin ki bilirik. Başa düşürük ki, bu except'in daxilində yazdığımız try içinə aiddir. Yəni bunlarla əlaqəsi yoxdur bunun. Səssiz gəlmir deyəsən. Eşitmirsiniz məni. Aydındır mən. Ha, tamam. Eşitirim ben. Heç bir şey. Ha, final yerdə bir dənə print ataq ki, əməliyyat başa çatdı. Kodu işlədə indi yenə də suallarımıza baxarıq. Sən nə bilim yazaq, bank sizə təşəkkür edir və s. Belə bir şey məsələn qoyaq geçsin. İndi gələk. Bax, burada inputla da daxil edə bilərik. Belə də yaza bilərik. Məsələn, balans olsun. Məsələn, 1000 manat. Sonra bir dənə də balans. Məsələn, deyək, pul çıxar funksiyasını çağıraq. Bura ataq balansı. Məbləğ də məsələn yazaq. 150, 1500 yazaq. Ki, burada bir dənə xəta versin.
balansdan artıq məbləğ xətası. Sonra balans, pul çıxar. Yenə funksiya yazırıq. Bir dənə də balansı çağırırıq. Mənfi ədəd məsələn yazaq da. Minus 10 yazaq da, yəni 0-dan kiçik. Burada da hansı xəta baş verəcək? Mənfi məbləğ xətası baş verəcək. Bir də doğru əməliyyat yazaq. Doğru əməliyyatımızda nə olacaq? Məsələn, balans, pul çıxar, balans, məsələn, nə? 200. Print eləyək. Print eləyək nə? Qalan, balans. Balansı yazırıq. AZN. Bu şəkildə. İndi burada try yenə riskli kodu yoxlayacaq. Raise öz xətamızı yaradacaq. Accept xətanı tapıb bizə göstərəcək. Finalda da bankın mesajını həmişə çıxarır. Tek kimi düşünün də yəni. Çalışdıraq məsələn proqramı. Var heç bunu. Keçək. Hə, indi baxaq. Xəta baş verdiyi balansda kifayət qədər məbləğ yoxdur. Bu birinci hissənin problemi. Bax, raise'də məsələn bu çıxdı. Balansda kifayət qədər məbləğ yoxdur. İkinci hissə. Pul çıxar. Əməliyyat başa çatdı. Bank sizə təşəkkür edir. Məbləğ bir dəqiqə bu. Məbləğ sıfırdan böyük olmalıdır. Int and none tip niyə ki? Erroru gəlib axırda verib, deyəsən. Type error verib və burada göstərir xətanı. Mən indi ona baxacağam. Bir dənə bu hissəyə baxın. Məsələn, burada bank sizə təşəkkür edir. Bank sizə təşəkkür edir. Doğru əməliyyat. Buradaydı da. Pul çıxar, balans 200. Üçüncüdə problem yaranıb. Bu birinci məsələni çıxarıb. İkinci, bir də bunları tək-tək eləyək. Çalışdıraq. Bir dəqiqə, bir dənə bu hissəni mən kilidi alım. Aha. Xəta baş verdiyi balansda kifayət qədər məbləğ yoxdur. Baxaq bir dənə bu hissəyə. Məsələn, pulu yazıq. Balansda kifayət qədər məbləğ yoxdur. Düzgündür. Trydan çıxıb, yəni tryda baş verdi deyə bu mesajı bizə göstərir. Xəta baş verdi. Və xəta mesajı da hansıdır? Balansda kifayət qədər məbləğ yoxdur. Yəni bu. Bizə bunu göstərir. Bu belə. Sonra biz burada bir dənə bunu fərqli yazmışıq da. Mənə biraz başımı qarışdıran bu oldu. Bu da məsələn bilirsiz nədir? Raise-də value erroru yaratmışıq. Value errorun mesajı ilə bizim qoyduğumuz, yəni printdə nə yazmışıqsa onu bizə çıxaracaq. Except value error as xəta yazmışıq. Bunu yazmaya da bilərik. Bunu yazmayıb burada birbaşa value error da yaza bilərik. O heç elə belə şeydir. Sadəcə xəta baş verdi mesajını yazırıq except-də. Yəni bu except yazırıqsa burada mütləq ki xəta baş verməlidir. Əgər bunu işləməyini istəyirsənsə.
və xətanı çap eləsin. Yəni value erroru çap eləsin. Bizim üçün də burada value error nə əhəmiyyət daşıyır? O əhəmiyyət, yəni hansı mesajı özündə saxlayır? Bu mesajı balansda kifayət qədər məbləğ yoxdur. Bunu bizim üçün ekrana çıxaracaq. Sonra finalda işə düşəcək o heç. Qalan balans non azın. Hə, burada da problem. Problem burdadır, çünki biz sizə nə edirdi? Məsələn, bayaq ki, götürür bu balansın, buradakı balansın əvəzinə bunları yazırdı. Mən də fikir verməmişəm, elə hamısına balans yazmışam. Göyə dedim bunu fərqli cür yazacağam. Non ona görə verirdi tipi. Başa düşdük məsələn bu hissəni. Bu birinci hissə. Aydındır mı? Aydın mən. Bunu da balans 1 eləyək. Bunu ikili də alaq da bu əməliyyat yerinə yetməsin. Xəta baş verdi. Məbləğ sıfırdan böyük olmalıdır. Əməliyyat başa çatdırma. Qalan balans yenə 1000 manat. Bir də doğru əməliyyatımız vardı da burada. Bunu da balans 1 eləyək. Pul çıxarıldı 200 azin. Əməliyyat başa çatdı. Bank sizə təşəkkür edir. Qalan balans 1000 azin. Bir dəqiqə. Bizim məbləğimiz nə qədər idi? Burada. Biz veririk buna məsələn 1000-i. Bir də 200-ü verdik. Balans oldu 1000, məbləğ oldu 200. If şərti heç ödəmir. Elif də ödəmir. Və sonra balansdan məbləğ çıxılmalıdır. Bunu bizə print eləməlidir. Pul çıxarıldı 200 azin. Bu gəlir. Return elədi balans. Aha. Bir dənə o hissəyə baxıram. Yəni buradan alınan cavab 800 olmalıdır. Gəl bunu yaxşı belə yazaq. Onu da bəlkə balans 1 yazasınız. Ada görə deyirsən problem yaranar. Məncə. Gəl bunu da yaxşı balans 2 yazaq. Yox, bir dəqiqə. Biz burada çaşmışıq. Biz balans 1-i çap edirik, ona görə bu problem olur. Burada balans yazmalıyıq. Bilirsiniz niyə? Çünki funksiya biz axırda return eləyirik axı balansı. Return eləyir və def pul çıxarın cavabı burada alınan cavabdır. Məsələn 1200 yazmışıq, 800 olubsa return balans 800. Pul çıxar artıq özü 800-ə bərabərdir. Bax burada. Biz də funksiyanı çap eləməliyik onda. Print eləməliyik bu funksiyanı ki, bizə orada qiyməti göstərsin. Yəni bu dəyişənin onsuzca qiyməti 800 olacaq. Bir də buna yoxlayaq. Baxın 800 yazın. İndi bayaqçılara bir dənə təzədən baxaq. Hər şey qaydasındadır əslində. Burada hər şey qaydasındadır. Bir dənə biz burada printi düz yazmamışdıq. Sadəcə bu proseslərdə də çıxarılma əməliyyatı olmadı deyə ona görə balans olduğu kimi qalmışdı. Biz elə bildik düzdür. Öz xətamızı görürsüz. Bir də belə bir xəta yarandı. İndi bir də təzədən baxaq bura. Deyir non azın. Non azın. Balans 1 1500 əməliyyat
Hə, burada demək nə olur? Pul çıxar, balans 1. Balans 1 1000-dir, 1500. 1000 bura gedir, 1500 bura. Bu 1000-1500-dən kiçik olduğuna görə bu mesajı bizim üçün göstərir. Sonra əməliyyat başa çatdı. Mesajını göstərir. Bu pul çıxarıldığını göstərmir burada bizə ama. Pul çıxarıldığını bizə göstərmir amma, hə. Aslında göstərməməlidir də. Çünki burada bir xəta yarandısa, bu avtomatik şəkildə neyniyəcək? Keçməlidir exception-a. Exception-da onu çap eləməlidir. Sonra da final dilini çap eləməlidir. Problem ona görə deyil. Yəni burada əslində hər şey qaydasındadır, doğrudur. Bir dənə doğru əməliyyatda bu baş verməlidir ki, şeydir, bizim pulumuz görünsün. Belə biz qalan hamısını düz yazmışıq. Baxın bir dənə də. Burada da eyni şey yazacaq. Xətamızı göstərir. Xəta baş verəndən sonra, yəni artıq bir xətamız var. Xəta baş verəndən sonra exception-a keçir. Exception-a keçən kimi də, çünki normalda burada bir xəta varsız bilirik ki, bundan sonraki kodlar icra olunmur da, düzdür? Eynidir, yəni eyni vəziyyətdir. Yəni burada bir xəta baş veribsə, necə sənin bu kodun icra olunsun? Heç cür. Və biz də deyirik ki, yəni konkret olaraq bu şərt ödənərsə, burada bir xəta baş versin. Və xəta da baş verəndən sonra, təbii ki, bu sətirlər oxunmayacaq. Bu sətirlər də oxunmadığına görə exception-a keçəcək. Yəni başa düşdünüz nə edirəm? Gəl bunu if-lə yazaq indi. Yəni, yenə də onsuz da eyni vəziyyət olur. Hə. Bir dənə baxın, if-lə də yazın. Mən bir dəqiqə dedim ki, problem olsa if-lə yazacağam, onsuz da heç bir şey dəyişmədi. Birinci vəziyyətdə balansdan kifayət qədər məbləğ yoxdur deyə bir xəta baş verdi, əməliyyat başa çatdı. Və mənə konkret deyir ki, getginən şeyi düzəltdi, əməliyyatı düzəltginən. Xətamı baş verir, baxın. Sonra xəta baş verdi, məbləğ sıfırdan böyük olmalıdır. Burada bir baş düşməliyəm, üstünə onu düzəltməliyəm. Əməliyyat başa çatdı, banksa təşəkkür edir. Sonra da pul çıxarıldı. Yəni burada artıq bir problem yoxdur. Pul çıxarıldı 200 azın, əməliyyat başa çatdı. Balansda 800 manatdır. Bu qədər. Şimdi mən gəlirəm, məsələn, burada bir əməliyyat düzəldirəm, burada bir əməliyyatı düzəldirəm ki, mən xətalarım baş verməsin. Pul çıxarıldı 10 manat, 200 manat, qalan balansına qədər 800 manat burada səhv edir. İndi bunu bir dənə düzəldək. Onu da necə düzəldəcək? Belə düzəldəcək. Balans 1 bərabər olur balansa. Burada da balans. Balansa. Əslində burada dəyişən adlarını dəyişməliyik. Bir dənə belə yoxlayaq. Hesablayaq bir dənə. 500 çıxdı, 200, 700, 710 çıxanda 290. Füsun. Qarışmasın deyə, beyniniz qarışmasın deyə nə edəcəksiniz? Balans 1-i məsələn buraya yazırsınız. Sən burada da balans 1-dən istifadə edirsənsə, bunu 1000 üzərindən götürür də, düzdür? Sən əgər yerdə qalan pulla götürmək istəyirsənsə, bunu mənimsət yeni balansa və onu istifadə elə burada. Başa düşdünüz necə? Aydınlıqdan. Hə. Burada da həmçinin. Bu balansla çıxandan sonra sən yenə balans 1 yazsan bura, təbii ki, gedəcək 1000-i götürəcək. Ona görə növbəti, yəni axırıncı update olunmuş balans hansıdırsa, onu mənimsət. Burada adları dəyişə bilərsiniz. Bura 3 yazarsansa, burada gəlib 3 yazacaqsan. Çünki bunlar hər biri artıq başqa bir dəyişən gedir. Sən onları yeniləyirsən. Məsələn, necə ki, burada A10-la A15-in arasında yəni fərqi biz bilirik də. İkisinin də qiyməti başqası, demək bunlar başqa-başqa şeylərdir.
Sən axırıncı hesablamanı A üzərində aparsan, 15-in üzərinə gələcək, 10-un üzərinə yox. Nə olsun ki, 2 dənə A var. Axırıncıya fikir verir orada. Və axırıncıya fikir verdiyinə görə birincini heç yada da düşmür, unudurlar. Ki, sən birincinin əməliyyat eləmirsən. Aydındır? Bəli. Bəli, aydın. Kimin nə sualı var? Try-exit phrase haqqında. Səidin internetində problem olub. Çıxıb ona görə. Kiminsə nəsə sualı var? Xeyr müəllim, hər şey aydın. Xeyr, müəllim, aydın. Onda sual yoxdursa bu günlük də bunlar olsun dərsimiz. Növbəti dərsdən artıq bu error handling guide qəşəng bir də nümunə işləyirik lab. Əgər bu çətinlik olsa. Onsuz da sıra-sıra işləyəcəyik və yaxud da olmasa mən sizə elə həftə içi göndərərəm o proqramı. Siz baxarsınız, ya özünüz işləyərsiniz, ya mən işlədiyimə baxarsınız. Onunla bitirmiş olarıq. Yəni elə çətin mövzu deyil, maraqlı və asan mövzudur. Bilməyimiz də vacibdir ki, xətaları daim tapa bilək və kodlarımız səliqəli olsun, düz olsun. Bu bizim yəni proqramlaşdırma bacarıqlarımıza çox önəm verəcək bir mövzudur.